HPV nədir? HPV insanları ən çox düşündürən suallardan biridir. Qadından kişiyə, kişidən qadına cinsi yolla keçən bir xəstəlikdir. Bunun 16 növü var. Bunlardan ən çox isə insan üçün təhlükəli olan 5 növü var. Bunları da sıralasaq 16-18 daha çox təhlükəli olan viruslardandır. Dəridə səpkilər formasında olur, zeyillər formasında olur. Bunların müalicəsinə gəldikdə isə krioterapiya var, lazer var, çıxarılması, yandırılması. Əgər HPV virusu olan bir ailədə birində aşkarlanırsa, qadında və yaxud da kişidə, bunların ikisinə də eyni vaxtda müalicə başlamaq lazımdır ki, biri sağalıb, digərində o qalarsa təkrar yoluxma ehtimalı ola bilər. Oral nahiyədə ola bilər, konnektivitdə olar, vajinal nahiyədə ola bilər. Qadınlarda daha çox təhlükəlidir. Onkoloji viruslar sırasındadır. Nə mənada? Çünki bu gələcəkdə şiş törətmə ehtimalı ola bilən bir virusdur. Ona görə biraz daha diqqətli olmaq. Kişilərdə nisbətən az, çox az xərçəngə çevrilmə ehtimalı varsa, amma qadınlarda uşaqlıq boyunu xərçəngi, servikal nahiyədə olan xərçənglərin demək olar ki, əsas hissəsini HPV virusları təşkil edir və bunlarda əgər çıxarıldı, krioterapiya, yaxud da lazerlə yandırıb, koterlə çıxartdıqdan sonra isə mütləq müayinə təyin olunur, peyvəndlər təyin olunur. Daha doğrusu bunları ilk öncədən peyvənd olunmağı daha məqsədə uyğundur ki, gələcəkdə bunlara yoluxmayaq. Yox, şayət yoluxmuşuqsa da mütləq və mütləq çıxarılmalı. Onlara lezva vurmaq olmaz, kəsmək olmaz, sıxmaq olmaz. Hər sıxdıqca, kəsildikcə bunların yayılma ehtimalı daha çox olur.